İdeal bir münasibətə 10 bal versək, biz hər yeni başladığımız münasibətdə, bu istər romantik münasibət olsun, istər dostluq münasibəti olsun, çox vaxt 10 balla başlayırıq. O insanı sevirik, onun dürüstlüyünə, vicdanlı olduğuna güvənirik və o insanın bizdə buraxdığı ilk təəssüratlar və gözləntilərimiz yüksək olur. Təbii ki, zamanla bu gözləntilər aşağı düşür, çünki həyatda heç bir ideal münasibət yoxdur və verdiyimiz bu ideal münasibətə olan 10 bal getdikcə azalmağa başlayıb. Bəzən o qədər xəyal qırıqlığı yaşayırıq ki, bu bal sıfıra da düşə bilər. Amma bəzi insanlarda əksi olur. Onlar münasibətə neytral başlayırlar və aralarındakı sevgi, inam bağını yavaş-yavaş formalaşdırırlar. Bu zaman onların gözləntiləri də aşağı olur və yaşadıkları xəyal qırıqlığı da az olur. Siz hansını seçərdiniz? Biri ilə münasibətə başlayıb, ona çox inanıb, güvənib xəyal qırıqlığı yaşamağımı, yoxsa biri ilə münasibətə neytral başlayıb, gözləntiləri sıfıra endirib, zamanla sevgi, inam bağını formalaşdırmağı?